Kartların bir-biri ilə olan qarşılıqlı əlaqəsi. Bunu çoxunuz yəqin ki bilirsiniz, amma yenə də bilməyənlər üçün belə bir məzmun hazırlamaq istədim. Kartlar bir-birləri ilə qarşılıqlı əlaqəyə girir və məna bu nöqtədə dəyişə bilir. Bununla bağlı çox sual gəlir. Məsələn, iki kart yan-yana gələndə şərh edə bilmirəm kimi. Lakin bu müəyyən bir qaydaya əsaslanan bir şey deyil. İndi sizə sadəcə bir neçə nümunə, daha doğrusu bu problemi aşmaq üçün bir ipucu verəcəyəm. Əvvəlcə dəstəkləyici kartlar, ziddiyyətli kartlar və böyük və kiçik arkana tarazlığı var. Bunları unutmayın. Dəstəkləyici kartlar daha çox eyni mövzuya sahib olurlar və kartlar bu mənanı gücləndirir. Ziddiyyətli kartlarda isə fərqli elementlər və mövzular olur. Bu da mənanın yönünü tamamilə dəyişə bilər. Və son olaraq böyük və kiçik arkana tarazlığına da çox yaxşı baxmaq lazımdır. Yəni kiçik arkana və böyük arkana ard-arda gəldisə, bunları eyni deyil, tarazlıqlarını qoruyaraq şərh etmək lazımdır. Bununla bağlı yaxın zamanda bir çalışma paylaşacağam. Həm YouTube-da, həm də internet saytımda. Oradan izləyə bilərsiniz.